Yəni biz qardaşlara bir dənə nəsihət edərdiniz ki, yəni göz zinası, yəni öz məhrəmindən qeyrisinə baxmağı nəsihət edərdiniz. Yəni nəsihət deyəndə ki, Allah Teala buyurur ki, "Qul lil-mu'minina yaghuddu min absarihim və yahfazu furucahum, zalika azka lahum." Sən möminlərə de ki, gözlərini haramdan çevirsinlər. Yəni qaddul basar, yəni gözlərini yerə diksinlər və ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha təmiz, daha paklıq deməkdir. Deməli Allah Taala'nın yəni əmridir və ona görə insan bunu yerinə yetirməyə də çalışmalıdır. Sözsüz yəni insan elədir ki, şeytan insanın gözünü qadına tərəf qaldırır. Peyğəmbər s.ə.v buyurur ki, "İdə xaracatil mar'atu istəşrafəhə şeytan." Yəni qadın çölə çıxarsa, kişilərin gözünü ona tərəf qaldırır. Və buradan da ortaya çıxır ki, ən birinci günahı daşıyan o qadınlardır, çıxdıqlarına görə. Ona görə qadınların yeri harada? Evdir, evdə oturmalıdırlar. Yəni boş yerə ehtiyacsız evlərindən çıxmamalıdırlar. Yenə o demək deyil ki, kişilər də məsuliyyətdən azad olurlar. Yox, yəni onlar da öz məsuliyyətini daşıyırlar. Çünki Peyğəmbər s.ə.v buyurur ki, Əli radiyallahu anhüyə, "Lə tutbi'in nazratan nazra." Baxışın ardınca baxma. "Fə innə ləkəl ulə və leysət ləkəl əxirə." Birincisi sənədir, ikincisine aid deyil. Yəni artıq ikincisine günah. Yəni insan bilmədən gözünün sataşmasına görə, yəni günah yoxdur, amma yenə davamlı şəkildə baxarsa, qayıdıb ikinci baxarsa artıq ona nə yazılır? Yəni günah yazılır. Ona görə bunlar da hamısı qəlbin paslanmasına, körlanmasına gətirən şeylərdən biridir. Yəni haramlardandır. Və sələflərdən biri deyir ki, soruşulanda ki, sən necə qoruyursan özünü və o da deyir ki, mən deyir, baxmazdan əvvəl, yəni mən düşünürəm ki, mənim üzərimdə baxış var. Yəni insanı ən güclü haramdan çəkindirən səbəblərdən biri, yəni insan baxmaq istədiyi zaman düşünməsi ki, özünün baxışından əvvəl onun üzərində baxış var, yəni Allah Teala'nın ona baxmasıdır. Yəni bunu insan fikrinə gətirərsə, yəni çəkinməsinə səbəb olar. Və ümumiyyətlə, yəni tövsiyə odur ki, insan imkan daxilində uzaq olmalı. Necə ki, Peyğəmbər s.ə.v buyurur, "İttəqilləhə heythumə kuntə." Harada olursan ol, uzaq ol. Çəkin. Yəni uzaq olanda insan salamat olur. Yəni yaxın getməməlidir. Yaxın getməməlidir. Nə vaxt insan yaxın gedərsə, nə qədər olmasa istər-istəmə tədricən, yəni o günah insan üçün asanlaşır, adiləşir. Ona görə salamatçılığın yolu, salamat qalmaq istəyirsənsə, yol Peyğəmbər s.ə.v tövsiyəsidir. O da nədir? Uzaq olmaqdır. Və bilsən ki, orada var, ora getmirsən. Ora yaxın getmirsən. Uzaq olursan, uzaq olan insan yəni qalır, salamat qalır. Ona görə məsələn Səid ibn Musayyib rahimehullah o cür tabiin, o cür böyük alim deyərdi ki, mənim 80 yaşım var. 80 ilin, 50 ilini işanın dəst namazını, sübh namazını qılmışam, amma yenə qadın fitnəsinə əmin deyiləm. Yəni o nə deməkdir? Yəni o uzaq ilə sadəcə bildirmək istəyir ki, kim yaxın getdisə, o problemə düşəcək. Çünki Peyğəmbər s.ə.v hədisində buyurur ki, "Lə yaxluvannə raculun bimratin illə kənə thəlithəhumə şeytan." Bir kişi qadınla tək qalarsa, onların üçüncüsü şeytan olar. Tək qalan kimi artıq qəlbə fikirlər gəlir, gözü qorumaq çətinləşir və üstəlik başqa problemlər də ortaya çıxa bilir. Ona görə burada əsas yəni tövsiyələrdən də biri olur ki, alimlərin gətirdiyi, yenə insan birdən baxsa da belə, yəni köksünü açaraq, ləzzət alaraq baxmamalıdır. Olsa da belə dərhal istiğfar qayıtmalıdır. Nə vaxt insan hər hansı bir günahı, istəyir qeybət olsun, istəyir naməhrəmə baxmaq, digər hər hansı bir günah misal olaraq götürə bilərsən, əgər insan o günahı ləzzətlə yerinə yetirərsə, köksünü açaraq yerinə yetirərsə, ondan sonra Allah Teala tərəfindən o insana bir cəza olaraq o günaha mübtəla olur. Ondan sonra nə qədər gözünü çevirmək istər, çevirə bilmir. İstəyir belə, alınmır. Niyə? Çünki o günahı ləzzət alaraq və köksünü açaraq etdiyinə görə, baxdığına görə və həmçinin də bəzən insan səhlənkarlıq edir, sonra məsələn məclisdə qeybət olur və sonra artıq qeybəti ləzzət olaraq edir
və ondan sonra o insanın başqa bir işi olmur. Bütün məclislərə qeybət olur. Qeybətsiz keçirə bilmir. Bir olub ki, ona bir bəla, müsibət üzü. Bu müsibət Allah Teala'nın bir cəza olaraq ona bu müsibət verilir. Allah qorusun, ona görə əsas məsələ nədir? İnsan günaha köksünün açmamasıdır. Günaha heç vaxt rastlaşsa da, qarşına gəlsə də köksünü açaraq, ləzzət alaraq nə etməməlidir? Yerinə yetirməməlidir. Şəhvətsiz baxış günah yazılır. Yəni birinci sataşdır, yazılmır. Ondan sonra ikinci və yaxud da davamlı şəkildə baxsa yazılır. Tanımaq məqsədi ilə. İstəyir ki, şəhvətli, şəhvətsiz. Kim desə ki, hətta İbn Teymiyyə Rahimullah gətirir. İbn Teymiyyə Rahimullah gətirir ki, hətta qadın demir ha. Qadın demir. Cavan uşaqlar, üzündə tük olmayan bir insan deyirsə ki, mən ona elə-belə baxıram, şəhvətsiz baxıram, deyir, yalancıdır. Deyir, o insan nədir? Yalancıdır. Yəni, mümkün deyil. Ona görə əsas olan odur ki, yəni baxılmamalıdır.